Nə baş verdi? 1600-dən artıq insan baxır bizə əziz dostlar. Siz çox rica edirəm sizdən 1600 orada like eləyin, zəhmət olmasa. Bax, indi 1600 like olsun ki, görəcəksiniz necə birdən-birə artacaq baxışlarımız və bu baxış artmağı kömək eləyəcək ki, biz bunların anatomiyasını, psixologiyasını açaq və millət olaraq, Türk irqi olaraq Turan yaranışını görürsünüz də, artıq bir 60-70% həll olunub bunun. Gələcəkdə çox güclü və həqiqətin və haqqın yanında olan bir böyük konglomerat yaradaq. Yaradacağıq, yaradırıq da. O yoldayıq. Belə danışa-danışa, müzakirə edək. Bunların anatomiyasını necə açacağım? Baxın. Bunlar o yalancı məhsulu yaradandan sonra Putin o başa düşdü ki, nə Yomobil var, nə Jet Sukhoi var, yəni ki, təyyarə buraxacaqdır. Da Tu da buraxa bilmir, o doktorluğa getdi. Nə armada yarada bilir, nə planşet yarada bilir, nə notebook. Bu ancaq yalan danışır. Nə eləmək lazımdır? Demək lazımdır ki, orada Donbasda Ukraynalar, nasistlər yalandır. Ukraynalar bax, nasist olublar. Deyirəmsə, heç kimi üstün aşağı baxmırlar, bunlar. Banderadılar onlar, Bandera. Nə Bandera? Bandera qəhrəmandır. Alman imperiyasına, yəni faşistlərə qarşı da vuruşub, Rus imperiyasına qarşı da vuruşub, Polaklara, o öz millətinin qəhrəmanıdır. Heç kim Banderanı tanımır deyənin, istəyəndən taxta başına soruşdu ki, hə, ulan faşist Banderada, NATO girirlər, NATO girirlər. O yalanı düzəldib, oradakı taxtabaş Rusları ayağa qaldırıb, onlar qışqırırlar ki, biz Rusiya gəlsin, Rusiya gəlsin, güya ki, bunlar bunu Rusiyanı istəyirlər. Niyə? Ancaq hakimiyyətdə qalmaq üçün. Ancaq o yalanın üstün örtbasını eləmək üçün və həqiqət deyənlərin hamısını məhv etmək üçün. Zərdüşt Peyğəmbər 3000 il bundan əvvəl. Biz indi deyirik ki, Vəfa Quluzadə gələcəyi deyib, Dudayev gələcəyi deyib. Bəzən o it xislətli Jirnovskinin adını çəkirlər. 3000 il bundan əvvəl Avesta. Mən heç nəyi təbliğ eləmirəm. Mən sadəcə oxuduğum həmən o məqamı sizə açıqlayıram. Bu belədir. Yalan ən böyük faciədir və yalancı lider də şeytan əməlidir. O əhrimandır. Bir var Ahura Mazda, Hörmüz deyirlər. Yeri gəlmiş Ahura Mazda tək Allahdır. Yəni dindarlar üçün deyirəm, orada var hər şey. Yeri gəlmişən onların ibadətinin adı namazdır. As-salat deyil, namaz oradan gəlir, zərdüştlərdən gəlir. O, onların sözüdür. Bir dəfə özünüzə sual vermişsiniz ki, niyə bütün İslam dünyası, Müslüman bu ibadətə as-salat deyirlər? Amma bu oykumeniyada, yəni İran oykumeniyasında yaşayan türklər namaz deyirlər. Oradan gələn sözdür, özlərdə də 5 dəfə idi. Heç nəyin təbliğ eləmirəm, yəni heç nəyin tərəfində də deyiləm, əleyhinə də deyirəm. Sadəcə faktları söyləyirəm sizə. 3000 il bundan əvvəl söylənib və indi biz onu qabarıq görürük burada. O şeytanları yaradıb, yalanı yaradıb və qan tökməyə, müharibəyə girişsin, özü kimi də Şimali Koreya kimi belə az deyil axı, dünya doludularına. Onlar da özünə müttəfiq eləsin və dünyadakı bütün düzəni çevirsin. Onun fikri odur. O mən. Göz önündədir, bu film deyil. Və baxın, görün 2014-cü il və 2025-ci ildə, heç 10 il keçməyib də, 9 il keçib də, üstündən düzdür. Həmən o şeytanlar görün nə hala düşüblər və baxın da, baxın, tarixi ekskursiyaya baxın. Россия – это спасение. Если не вмешается Путин, если нам не поможет Россия, мы здесь все умрем. A few moments later. Люди тут находятся на состоянии вот уже все, вымирания просто. Все хотят уже отсюда куда-то уехать, потому что жить здесь просто невыносимо. Помогите нам, пожалуйста, выжить. Как нам быть без воды? Как нам смывать наш унитаз? Водоканал сказал, что вы меньше Ходите в туалет, да. и тогда будет все хорошо, потому что воды нет, не смывать нечем, поэтому в туалет не ходите. Водоканал заборонений всрати. От так. Bu fakttır. Taxtabaş. Bir toplum cəmi 9 ilin içində faciəyə düşüb. Və yenə də yalandır. Deyirlər, unitaza tökməyə su yoxdur. Biz iyi veririk, eyfunət qalxıb hər yerə. Deyib, getməyin tualetə. Bəli. Yenə də toplum ona heç nə demir. Fikir ver o yalancıya. Ki, sən elədin bunu. Bizi məcbur elədin, sənə çağıraq gəldin, bizi susuz qalmışıq, benzinsiz qalmışıq, çörəksiz qalmışıq, bombalar da tökülür başımıza. Gənə ona heç nə demişsin ki, onun yaratdığı, onlar heç vaxt onun əleyhinə getməyəcəklər. Heç vaxt. Onlardan soruş ki, Nemtsov deyəcək, yaxşı eləyib öldürüblər Nemtsova.
Haqq, ədalət soruş deyəcək, hamısını Qafqazları məhv eləmək lazımdır. O ifunətin içində də onu deyəcək. Çünki onun yaratdığı məhsuldur. Bunlardan biz can qutara bilməsək, yəni yalandan. Mən demirəm, biz Rusiyada onları təmizləməliyik. Buradan təmizləməliyik. Özü milli mənsubiyyətinə görə yox, ha, birdən nə fikirləşə istəyirəm rusları. Xeyr, qətiyyən yox. Öz taxtabaşlarımızdır, onların neçə taxtabaşı var. Əksinə burada Azərbaycanda milli mənsubiyyəti bizimki olan taxtabaş daha çoxdur. Onlar bizdən daha çox oxuyublar o İlf və Petrovu və Saltakovşidini də, başa düşürsünüz? Qəribədir, amma belədir. Görün necə oxşuyur o, qalıb da şəkili, o qalsın ərazı, qalsın şəkili. O arvad var, danışır 2014-cü ildə. Necə oxşuyur o bugün İranda danışanlara fikir verir, amma Rusdur ya. Çünki o da yalan danışır, bu da yalan danışır. O vaxt deyir ki, Rusiya gəlməsə biz ölürük, amma o vaxtda Donetsk dünyanın ən yaxşı şəhərlərindən biridir. Onun adı Gorod Roz idi, yəni Qızıl Güllər şəhəri. Orada Avropa futbol çempionatı keçirilirdi. Rihanna gəlib oxuyurdu. Bilmirəm, orada Amerikanın ən məşhur, hər yer gül çiçək içində idi. Donbas Arena, Şaxtyor Donetsk komandası, pul gəlir, bilirsiniz necə yaşayırlar. Deyir ki, Rusiya gəlməsə biz öləcəyik. İndi ölürsünüz Rusiya gələndən sonra. Çünki siz yalanı çağırırdınız və yalan da gəldi. Amma mən Donbaslara şad xəbər vermək istəyirəm. Çünki yalan qanındadır bunların. Artıq qanına keçib. Necə deyir, yalandan deyir ki, Qafqazlıların deyir, qanunda var adam öldürməyə. Hansı ki, dünyanın ən qonaqpərvər xalqı deyir. Əşi, gecə avula get, avar avluna, avar. Sarıbaş kənd, mən hara gəl, avula get. Heç kim olay, heç kim. İstəyirsən İngilis ol, istəyirsən Zənci ol, istəyirsən Yapon ol. Avar o dəqiqə həyətdə qonaqlıq düzəldəcək sənin üçün, masasıca qonaq gəlib, kişi. Kimə deyirsən, adam öldürürlər onlar. Amma şad xəbər verəcəm onlara, həmişə bəd xəbər olmaz ki, nəhayət ki, Donbasda krandan su gəldi. Baxın, görün, necə sevinirlər o suyun gəlməyinə. Görün, nə su gəldi ona. Вот такая у нас водичка идет на Салтыкова-Щедрина. Нормально. Четко. Воняет? Точно воняет. Krandan gəlir o su. Bıraxıblar, cəmi bir saat, ancaq belə su iyiymiş, hardan iyiymiş su oraya bıraxıblar, deyir, onsuz da pisi gəlir, bu da axıra kimi vermirəm, bu videonu. Deyir, ümumiyyətlə binaya yaxın gəlmək mümkün deyil. Bu yalanın nəticəsidir. Siz yalancısınız. Siz organik yalancısınız. Anatomik yalancısınız. Antropoloji, antropometrik yalancısınız. Hər tərəf, bilirsiniz necə, baxışlarınız yalandı, nəfəsiniz yalandı, danışdıqlarınız yalandı, geyindiyiniz yalandı, onlar heç biri sizin istehsal deyil. Aya gedəcəksiniz, o da yalandı, raket bıraxacaqsınız, o da yalandı.